Və bəylər, ilk olaraq başlayacağım 79-cu sualdan. 79-cu sualımız Выберите ошибку в выборе нужного slova. Qeyd olunmuş sözlərdən hansında səhv var deyə bir sualımız var və əgər sözləri görmüş olsaq, sözlərə baxmış olsaq, burada bir paronim məsələsi var. Düşünürəm ki, artıq biz sizinlə paronimin nə olduğunu bilirik. Paronimlər yazıda və tələffüzdə bir-birlərinə çox oxşuyub, mənaca fərqli olan sözlərimizdir. Və biz artıq sizinlə suala baxıb onun paronim sualı olduğunu anlayırıqsa, bu belə artıq çox böyük bir şeydir. İndi gəlin, biz sizinlə 79-da mənə verilən sözlərin ayrı-ayrı hər birinin tərcümələrinə baxaq və görək bizim hansı variantımız səhvdir. Hər şeydən öncə bir paronim sualı işlənirsə, baxmalı olduğunuz birinci məsələ onun hansı, daha doğrusu şərtinin hansı versiyada sizə verildiyidir. Məsələ odur ki, xanımlar və bəylər, normalda A, B, C, D, Y variantlarımız elə sizin burada gördüyünüz kimi dəyişilməyərək qalır. Yəni ki, sualın formatı dəyişilməyərək qalır. Orada dəyişən tək şey sualın şərtidir. Bəzən məndən düzgün seçilmiş söz istəyir, bəzən məndən səhv seçilmiş söz istəyir. Eyni paronim sualını isə nitq hissəsi olaraq verə bilər. Ona görə biraz bu suallarda diqqətli olun. İndi məndən səhv variantı istəyir. Mən gəlirəm A variantına. Baxın, A variantında zarazительный və zarazный sözlərimiz qeyd olunub və bu iki söz болезнь sözü ilə istifadə olunub. Болезнь Azərbaycan dilinə xəstəlik deyə tərcümə olunur. İndi hansı sözümüzün düzgün seçildiyini bilmək üçün, daha doğrusu qeyd olunan sözün düzgün və yaxud da səhv seçildiyini bilmək üçün mən bu iki söz arasındakı fərqi bilməliyəm. Kim deyər mənə zarazный və zarazительный arasındakı fərq nədir? Bu arada bunu qeyd eləyin özünüzdə sonra. Хорошо. Zarazный, zarazительный. Fərqini bilən var? Və yaxud da nəyi ilə istifadə edəcəyik? Yoluxucu. Aha, хорошо. Yoluxucu. Yoluxucu. Zarazительный, болезнь. Хорошо. Yaxşı, onda belə izah edeyim sizə. Əslində həm zarazный, həm zarazительный Azərbaycan dilinə yoluxucu deyə tərcümə oluna bilər. Həqiqi və məcazi mənada da. Amma bu qeyd olunan sözümüz, qarayla qeyd olunan sözümüz zarazный, bu həmin o yoluxucunu nəzərdə tuturuq ki, hansında ki, məsəl üçün biz hər hansı bir infeksiyanı keçirdirik. Например, болезнь sözümüz zarazная болезнь. Yəni ki, biz sizinlə xəstəlik keçirdirik, Allah eləməsin. Yəni ki, yoluxucu, infeksiya yoluxursa əgər orada, например, zarazная болезнь, например, deyə bilərik zarazный больной, например, da, xəstənin özünü nəzərdə tuta bilərəm. Zarazный virusu deyə bilərəm, məsəl üçün, aydındır. Və yaxud da, yəni ki, əgər nəsə yoluxucu bir infeksiya keçirdirsə, bu zarazныйdır. İndi болезнь zarazная ola bilərmi? Bəli, ola bilər. Amma zarazительный, bu bilirsiniz daha çox. Baxın, məsəl üçün, belə bir söz var üstdən birləşmə olaraq. Deyir ki, плохая привычка заразительна. Pis vərdişdir, keçicidir. Biri var yoluxucu, biri var keçici. Yəni ki, və yaxud da zarazительный смех deyirlər. Məsəl üçün, biri gülməyə başlayır, digəri də onunla davam edir gülməyə. Əgər hər hansısa bir vərdişdən, asan keçən, keçici bir, necə deyim, предметdən söhbət gedirsə, это заразительный. Заразительный смех, не знаю, там, что еще может быть, заразительная, например, привычка, заразительная, может быть, не знаю, настроение, kimisə halı, əhval, ruhiyyəsi və s. Amma zarazlı yoluxucu deyə tərcümə olunur. Deməli, mənim A variantım zarazlı болезнь düzgün seçilib. A variantında heç bir problem yoxdur. Aydındır? Понятно? Bəli, müəllimə. Çox gözəl, хорошо. Arada belə geri dönüş eləyin, çünki bəzən mən elə gəlir ki, daşa divara danışıram. Heç kim burada yoxdur deyə. Tak, B variantına baxıram. Kostный var, kostный var. Deməli, yadda saxlayın. Əslində kostный bildiyimiz kost sözündən götürülür, sümük deyə tərcümə olunur və üçlü paronimlərimizdən biridir. Yadda saxlayın, kostный bildiyimiz sümüyə aid deyə tərcümə olunur. Tuberkuloz bu bir xəstəlikdir və sümüyə aid olan xəstəlik olduğuna görə B variantımızda düzgün götürüləcək. Kostный isə Azərbaycan dilinə geridə qalmış deyə tərcümə olunur. Məsəl üçün, kostный взгляд значение отсталый mənasında. Ona görə B variantımızda xəstəlik sümüyə aid olduğuna görə, yəni bu xəstəliyimiz sümüyə aid olduğuna görə B variantımızda düzgün hesab olunur. C variantında şolk ipək deməkdir. İskusный var, искусственный var. Arasındakı fərqi izah edirəm. İskustvenli, yəni orada qarayla qeyd olunmuş sözümüz Azərbaycan dilinə süni deyə tərcümə olunur. Və ipək süni ola bilər. Şolk может быть искусственным. İskusni Azərbaycan dilinə
bacarıqlı, istedadlı deyə tərcümə olunur. İşini yaxşı bacaran mənasında. Məsəl üçün mən deyə bilərəm искусный мастер. Aydındır. Bu arada unutmuşkən, daha doğrusu xatırlamışkən deyim, искусственный sözünün antonimi olaraq qarşınıza естественный çıxa bilər, hansı ki təbii deyə tərcümə olunur. искусственный süni, естественный təbii. Ona görə də C variantımız da düzgün hesab olunur. D variantına gəlirəm. Effektivni, effektni. Baxın, yadda saxlayın. O qarayla qeyd olunmuş effektivni sözümüz Azərbaycan dilindən nəticəsi olan, təsiri olan mənasında istifadə olunur. Məsəl üçün, mən deyə bilərəm, burada qeyd olunub принять effektivные меры. Yəni, effektiv normalar qəbul etmək. Например, эффективным может быть метод, какой-то способ, какой-то прием. Aydındır? Yəni ki, o əşyadan, o predmetdən, o prosesdən söhbət gedir ki, hansı ki effektivdir, hansı ki yaxşı nəticə verir. Amma effektli o ikinci sözümüz. Azərbaycan dilinə gözəl təsir bağışlayan, diqqət cəlb edici mənasında. Məsəl üçün, mən deyə bilərəm, очень эффектная женщина, çox gözəl qadındır, yəni cəlb edici qadındır, özündən sonra gözəl təsir saxlayan qadındır. Deyə bilərəm ki, очень эффектное выступление, выступление bir çıxış deyə tərcümə olunur. Yəni ki, yaxşı təsir bağışlayan, gözəl təsir bağışlayan mənasında. Ona görə D variantım da düzgündür. Qaldı burada səhv olaraq Y variantımız. Xarakter sözümüz var orada. Yadda saxlayın. Skrytый, həmin o qarayla qeyd olunan sözümüz Azərbaycan dilinə qapalı, gizli deyə tərcümə olunur. Məsəl üçün, mən deyə bilərəm, tutam ki, skrytый враг. Vraq düşmən deməkdir. Yəni gizli düşmən ola bilərmi? Ola bilər. Amma əgər söhbət insan xarakterindən gedirsə və yaxud da insanın özündən gedirsə, это в любом случае o, necə deyim, qeyd olunmamış sözümüz olmalıdır. Skrytный. Özünə qapanıq deyə tərcümə olunur. Deyirəm ki, человек очень скрытный xarakter, он очень скрытный человек. Yəni özünə qapanıq insandır, necə deyim, gizli insandır mənasında. Aydındır. Ona görə orada Y variantında xarakter sözü ilə скрытный istifadə olunmalıydı. Вам понятно? Есть какие-то вопросы? Müəllimə, zəhmət olmasa A bəndindəki o səhvliyi bir də izah eləyə bilərsiniz? Bax, zarazный var, qarayla qeyd olunan sözümüz. O yoluxucu deyə tərcümə olunur. Ona görə болезнь, zarazная может быть. Əgər sən infeksiya keçirməkdən söhbət edirsənsə, infeksiya keçirmək məsələsi varsa, onda qarayla yazılan istifadə olunacaq. Zarazная болезнь. Заразительный amma keçici olaraq istifadə olunur da. Məsəl üçün, заразительный смех может быть, keçici gülüş. Заразительное может быть настроение, привычка. Yəni ki, məsəl üçün, hətta deyirəm, belə bir söz birləşməmiz var. Плохая привычка заразительна. Pis vərdişdir, keçicidir. Eşitmisiniz bəlkə də. Yəni ki, biri var yoluxucu, biri var keçici. Keçici заразительный olacaq, amma yoluxucu заразный olacaq. Onda infeksiya zarazная gedir də. Да, infeksiya zarazная. Не знаю, там, больной, например, xəstə insandan söhbət gedirsə, он тоже заразный, yəni o da yoluxucudur. Спасибо большое. Да, не за что, обращайтесь. Еще какие вопросы? Что еще непонятно? Nə aydın deyil, buyurun. Müəllimə, üzr istəyirəm. Həmin o baxdığınız sınaqda 76-dan olarmı izah eləyəsiniz? 76-77-də. Sizə düşməyən sualları izah eləməyəcəm. Xeyr, nə 77, nə 78 isə düşmür. Neyiniz onları? Niyə olarmı? Niyə onlarla beyninizi yorursunuz? Mən keçən dəfə də izah eləmişdim. Bu sınaqlar köhnə sınaqlar olduğu üçün aralarında o qədər aktiv olmayan, daha doğrusu aktual olmayan suallar var ki, mən o sualları izah edib sizi də yormaq istəmirəm. 76-da məsəl üçün sizdən necə deyim, lишнее слово istəyir, yəni artıq söz istəyir. Ona məsəl üçün bu bildiyimiz ismin cins sualıdır və artıq ismin cins sualı nəzəri olaraq imtahanda düşmür. 76-da bizdə D variantı olacaq. Çünki A, B, C və Y variantlarında düşən sözlərimiz, daha doğrusu qeyd olunan sözlər hamısı qadın cinsinə aiddir, amma xrustal sözümüz kişi cinsinə aiddir. Amma mən sizə ismin cinsini izah edəndə demişdim ki, o nəzəri sual olaraq sizə imtahanda düşmür. Yəni kişi cinsinə aid olan sözü göstər, qadın cinsinə aid olan sözü göstər. 77-də məsəl üçün sözün açıqlamasını. Hamısında miyak-znak var. Hamısında miyak-znak var, hamısında da el var. Bəli, o sözləri yadda saxlamaq lazımdır da. O sözləri yadda saxlamaq lazımdır. Hansı kişi cinsinə aiddir, hansı qadın cinsinə aiddir. Yəni burada ayırmaq olmur onların heç birini. Xeyr. Ki hansı qadın? Bəli, burada belə olmur. Onlar sadəcə özünüzdə qeyd edə bilərsiniz ki, A, B, C və Y variantlarında qeyd olunan sözlər qadın cinsinə və xrustal kişi cinsinə aiddir.
Хорошо. Siz ondansa baxın 80-ci suala. Вот 80-й вопрос. Так, 80-ci sualımız əslində model sual olaraq imtahanda tez-tez rastlaşacağınız bir sualdır. Məsəl üçün artıq son 2 ildir imtahanda qəbulda eyni bu 80-ci sual tipi bizə paronim ilə verilir. Məsəl üçün keçən il imtahanda orada məsəl üçün решение sözünü qeyd eləyib, amma imtahanda qeyd edilmişdi ki, со словом кожный сочетаются слова. Кожный sözü ilə, кожный da biz bilirik də кожный, кожаный, paronim sözlərdir. Yəni ki, eyni bu model sual bizə paronimlərlə də imtahanda düşə bilər. İndi burada deyir ki, со словом решение не сочетаются. Bu arada решение Azərbaycan dilinə həll deyə tərcümə oluna bilər. Məsəl üçün deyirəm ki, решение задачи. Məsələnin həlli. Bəzən də necə deyim sizə, qərar mənasında da tərcümə oluna bilər. Məsəl üçün deyirəm ki, это его решение. Bu onun qərarıdır. Aydındır, təkrarlayıram. Orada qeyd olunan sözümüz Azərbaycan dilindən ya qərar deyə tərcümə olunur, ya da həll deyə tərcümə olunur. Aydındır. İndi deyir ki, bu sözlər, yəni ki, bu решение sözü ilə istifadə olunmayan sözü qeyd eləməlisən mənim üçün. Məsələn, запомните, пожалуйста, мудрые решения, müdrik qərar, həll ola bilər. Правильное решение может быть, важное, vacib ola bilər, необходимое də ola bilər. Amma громкое решение, səs-küylü həll, necə deyim, daha doğrusu yüksək səsli həll və yaxud da qərar necə ola bilər? İzvestное решение, yəni ki, məşhur qərar, məşhur necə deyim, həll ola bilməz deyə. Düzgün cavabımız orada olacaq variant A. 3 və 6 решение sözü ilə istifadə olunmur. Aydındır xanımlar, bəylər. Bəli. Все, хорошо. Bəli. Отлично. Так, indi gəlirəm o möhtəşəm 82-ci sualımıza. Öncə siz bir dənə bu suala baxın. İndi mən sizə buna, yəni bu mövzuya aid olaraq bir qrammatika məsələsi izah eləyəcəm. Bu da bizim nitq səhvi suallarımızdan biridir. Öncə mən izah eləyəcəm, sonra biz dönüb 82-ci sualı düzgün variantımızı axtaracağıq. Hər şeydən öncə, indi izaha keçməmişdən öncə hər biriniz üçün xatırladıram. Mənə deyir ki, укажите вариант с речевой ошибкой. Nitq səhvi ilə olan sualı xatırlat. Bəlkə hər dərs deyirəm. Bu da olsun bir növbəti dərsimiz daha. Mən bunu türklər demiş, bıkmadan, usanmadan hər dərsdə sizə deməyə davam edəcəm. Nitq səhvi deyilirsə, rечевая ошибка deyilirsə, ilk olaraq cümlə içərisində axtarmalı olduğunuz say ismin uzlaşması və yaxud da sifət və ismin uzlaşmasında olan səhvdir. İndi hal-hazırda da elə bu 82-ci sualımızda bizim say və ismin uzlaşmasında səhv var. Amma bu bizim sizinlə bildiyimiz say və ismi olmadığı üçün mən indi sizə bunu izah eləyəcəm. Deməli, əgər bizdən bir rечевая ошибка sualı varsa, bir daha təkrarlayam. Bu say və ismin uzlaşmasında səhv ola bilər. Mən say və ismin uzlaşmasında olan səhvi deyəndə nəyi nəzərdə tuturam? Birinci olaraq xanımlar və bəylər, bizim один deyə bir sayımız var. Bu say həm təkə, cəmə, həm də cinsə görə dəyişə bilər. Один özündən sonra muşkoy rodda istifadə olunan söz tələb edir. Məsəl üçün, primitiv deyəcəm, ağlınızda qalsın. Один dom. Daha sonra bizdə var одна, которая требует после себя женский род. Bu özündən sonra qadın cinsi tələb edir. Məsəl üçün deyirəm, одна сумочка, одна sumka. Daha sonra bizdə var одно, hansı ki özündən sonra средний род tələb eləyir. Например, одно утро, одно окно. Və son olaraq bizdə одни deyə bir say da var. Одни özündən sonra cəmdə istifadə olunan söz tələb edir. Amma necə? Bizim rus dilində həmişə tək cəmdə istifadə olunan sözlərimiz var xanımlar və bəylər. Məsəl üçün deyirəm, gəlin götürək bu sözümüzü sutki. Правильно da? Məsəl üçün biz bilirik ki, daha doğrusu bilmiriksə də yadda saxlayaq ki, sutki sözümüzün rus dilində təki yoxdur. Yəni ki, qarşınıza ne day bok belə bir şey çıxsa, sutka. Baxın, yadda saxlayın ki, bu səhv variantdır. Niyə? Çünki biz Azərbaycan dilində istifadə edə bilirik sutki. Daha doğrusu sutka deyə də, deyirsiniz bir sutka. Amma rus dilində bu sözün təki yoxdur. Amma biz necəsə bildirməliyik də 24 saatı, 1-24 saatı. Onda məsəl üçün rus istifadə edir одни sutki. Və yaxud da bizim belə bir sözümüz var, ножницы.
Nojniцы qayçı deyə tərcümə olunur. Rus dilində nojnitsa deyə bir söz yoxdur. Yəni bizim bu sözlərimizin təki olmur. Və yaxud da gəlin götürək brюки. Brюки şalvar deməkdir də, правильно? Bunların rus dilində təki olmur. Açki, например, açki sözlərimiz təkdə istifadə olunmur. Və biz necəsə bunların bir dənə olduğunu bildirmək üçün bizim sizinlə baxın belə bir sayımız var. Adni sayımız var. Hansı ki təkrarlayıram, ancaq cəmdə olan isimlərlə istifadə olunur. Понятно до сих пор всё? Hə, xanımlar, Bəli, müəllimə. Всё. Deməli, əgər söhbət say və ismin uzlaşmasında olan səhvdən gedirsə, siz bunu da necə deyim, variant olaraq göz önündə bulundurun ki, baxın bu da ola bilər. Aydındır? Bu bir. İndi gəlirəm ikinci bir nüansa. Bunu silim. İndi gəlirəm ikinci bir nüansa. İkinci nüansımız nədir? Dva və dve ilə bağlı olan bir məsələmiz də var. Dva və dve. Правильно? Əslində çox asandır. Baxın, bu iki sayımızın hər ikisi hallandırıldığı zaman eyni cürə hallanır. Yəni ki, qoy öncə cins məsələsini yazdım, unutmamış. Sorry, mən bunu sileyim. Deməli, yadda saxlayın. Dva özündən sonra mужской rod və yaxud da средний rod tələb edir. Dve özündən sonra женский rod tələb edir. Və bunun hallandırılması eyni olduğuna görə həm dva, həm dve eyni cürə hallanır. Нет двух. Подошел к двум, например. Вижу двух, доволен двумя. Aydındır? A двух. Yəni bu sayımızın hər ikisinin hallandırılması eynidir. Görürsüz, bu hallandırmanı elə belə də yadda saxlayın ki, yəni ki, mənim sizə bu izah elədiyim мужской rod, средний rod, женский rod qaydası sayılarımızın sadəcə ilkin forması üçün keçərlidir də. Yəni hallandırdığımız zaman onsuz da eyni cürə hallanacaq. Məsəl üçün, gəlin belə bir söz birləşməsi götürək. Deyək, две подруги. Две подруги. Правильно? Mən подруга sözüm qadın cinsinə aiddir və mən çox rahatlıqla две подруги istifadə edirəm. Düzdür? İndi gəlin hallandıraq. Нет двух подруг. Подошел к двум подругам. Вижу двух подруг. Доволен двумя подругами. Думаю о двух подруг. Görürsüz, hallandırması budur. İndi gəlin məsəl üçün götürək два дома. Два дома. Правильно, да? Yəni bunun da hallandırmasına baxaq. Нет двух домов. Подошел к двум домам. Доволен двумя домами. Думаю о двух домах. Yəni sizin bu мужской rod, средний rod dva ilə istifadə olunur. Dve ilə женский rod istifadə olunur məsələsi, xanımlar, bəylər. Aydındır, daha doğrusu sadəcə sayıların ilkin forması üçün keçərlidir. Хорошо, Agi. Понятно? Bura qədər də bir sualınız yoxdur ki? Есть какие-то вопросы? Yox, Aydındır. Çox gözəl, всё. Bunu da silirəm. Son bir sayımız da qalıb. Onu da xatırladıb keçirəm bugünkü necə deyim, o çətin hissəmizə də belə deyim. Tak, indi gəlirəm son olaraq bizdə var, значит, oba. Oy. Pozmayaq adətənlərimizi qarayla başlayaq. Значит, bizdə var oba. Var obim. Əslində bunun ilkin forması dva dve ilə çox oxşuyur. Yəni ki, necə oxşuyur? Yəni siz obadan sonra istifadə edəcəksiniz мужской rod və средний rod. Agi yadda saxlayın ki, bu, yəni ki, qayda, мужской rod və средний rod qaydası bunun hallandırılmış versiyasına da aiddir. Yəni siz obanı hallandırdığınız zaman, baxın burada olan bu A hərfimiz, baxın burada olan bu A hərfimiz, söhbət baxın bu A hərfindən gedir, keçir olur o. Обоих. Обоим hallandırma olaraq yadda saxlayın. Обоими. Bunlar sonra qrupa da atacağım sizə, özünüz üçün qeyd edə bilərsiniz. Хорошо? Об обоих. Yəni ki, burada O hərfimiz, elə bir ki, burada olan A keçir, burada olur o. Aydındır? Yəni ki, biz sizin hallandırma keçmirik deyə mən sizə bunu belə yazıram da, хорошо? Ki, siz boşuna vaxtınızı hallandırmaya sərf etməyəsiniz, öyrənəsiniz. O isə, xanımlar və bəylər, özündən sonra tələb eləyir женский rod və bu hallandırdığımız zaman elə burada olan Y hərfimiz, burada olan Y hərfimiz olduğu kimi qalacaq.
Və burada olan bu Y hərfimiz elə olduğu kimi də qalacaq. Yəni sizin dəyişməyinizə ehtiyac olmayacaq. Necə olmayacaq? Baxın, olacaq. Обеих. Обеим. Обеими. Uzun mən deyir ki, bəsdir. Hop. Обеих. Aydındır xanımlar və bəylər. Yəni burada olan Y burada da qalmış olacaq. Okey, aydın olmayan nəsə var bura qədər? Все понятно. Oy. Bəli. Точно. Все. Bu deməli bizim sizinlə bilib də təkrarladığımız məsələdir. İndi gəlirəm təkrarlamadığımız hissəyə, yəni ki, yeni keçəcəyim hissəyə. Dəftərlərinizi hazırlayın. Bu məsələni biraz yazmalı olacaqsınız. Necə yazmalı olacaqsınız? İndi sizi də izah edəcəm. Qoy bunu silim. Narahat olmayın, bunları screen versiyasında da saxlayıram. Sonra Telegrama göndərəcəm, oradan baxarsınız. Хорошо? Если что, bir də onsuz da dərs qayda olunur. İndi xanımlar və bəylər, biz sizinlə miqdar sayılarında qarşımıza çıxa biləcəyi səhvlərə baxdıq. Yəni ki, nəyə diqqət yetirməlisiniz, nədə səhv ola bilər, bəlli bir miqdara qədər artıq bilirsiniz. İndi say uzlaşmasında qarşımıza çıxa biləcək, daha doğrusu say və ismin uzlaşmasında qarşımıza çıxa biləcək bir digər problemimiz də var. Bu da bizim topluluq bildirən sayılarımızdır. Собирательные, qeyd eləyin mövzu olaraq da, собирательные, числительные. Числительные. Bəli. Müəllim, başda narahat edirəm sizə. O qrupa da göndərərsiniz də, WhatsApp qrupuna. Хорошо. Telegramda yoxsuz? Хорошо, göndərərəm. Значит, собирательные, числительные. Əgər mən bunu Azərbaycan dilinə tərcümə eləsəm, xanımlar və bəylər, Azərbaycan dilində topluluq bildirən sayılar deyə tərcümə olunacaq. Və yadda saxlayın ki, rus dilində cəmi 9 dənə topluluq bildirən say var. Mən bir-bir sizə hamısını yazacağam indi bura. Двое. Bəlkə də qarşınıza çıxıb. Трое. Четверо. Siz də özünüzdə qeyd edin. Пятеро. Шестеро, семеро, восьмеро, девятеро və son olaraq desətirə. Desətirə. İndi deyəcəksiniz ki, bu nədir ay müəllimə? Təzə 8 saydı müəllimə. Üzr istəyirəm sözünüzü 1, 2, 3, kəsdim. 4, 5, 6, 7, 8, 9. 9 dənə. Quzum saya bilmirsən sən? 9 dənə. O 8 dənə kim dedi? 9 dənə. 2-də başlayır, 10-da qutarır. Hələ utanmışsınız mənə də saydırır. Şübhə elətdirir şimdi. 9 dənə, 8 dənə deyil. Yəni topluluq bildirən sayılarımız kısaca oba da topluluq bildirən saydı. Sadəcə onların qaydası başqadır, ona görə ayrı izah eləmişəm. İndi bunların bayağı bir qaydası var. Məsələ odur ki, bunlar çox kaprizli, glamur qızlardır da, belə deyək sizə. Özlərindən sonra bəzi şeyləri istifadə oluna bilər, bəziləri istifadə oluna bilməz. Çox kaprizli sayılardır. Öncə siz bir bunları qeyd edin. Daha təkrarlayıram. Topluluq bildirən sayılarımızdır və rus dilində bu versiyada cəmi 12 dənə, 9 dənə var. Aydındır? Deməli, əgər söhbət glamur qızlardan, kaprizli sayılardan gedirsə, ya ağlınıza bunu gətirməlisiniz. Nə gətirəcəksiniz ağlınıza kaprizli qızlar deyəndə? Hə? Aya, kimə deyirəm? Topluluq bildirən sayılar sabratiyəni çizdik. Ay, malacaq. Allah sizdən razı olsun. İndi bu sayılara, say məsələsinə gələndə birinci və necə deyim, papanız, mamanız qədər belə diqqətli şəkildə yadda saxlamalı olduğunuz bir nüans var. Bu sayılardan sonra əsla və əsla heç bir halda, baxın, qırmızı ilə yazıram ha özdə bax. Женский род və средний род bu sayılardan sonra ни в коем случае işlənə bilməz. Baxın, indi yazıb göstərirəm. Allah eləməsin. İmtahanda qabağınıza çıxır. Двое подруг. Sразу nə edirsiniz bunu? Səhv olaraq götürürsünüz. İzah edirəm niyə? Siz mənə deyin görüm, mənim подруга sözüm hansı cins aiddir? Женский roda. Двое подруг istifadə edə bilmərəm. Heç vaxt.
Allah eləməsin qabağımıza çıxdı. Ни в коем случае. Yazır двое окон. Окно sözüm hansı cins aiddir? Srednyevo. Srednyi rod. Srednyi Yazıram. Окно. Srednyi roddur, düzdür? Deməli, olmaz. İlk olaraq yadda saxlamalı olduğunuz nüans. Bu sayılar əsla və əsla qadın cinsi və orta cinslə istifadə oluna bilməz. Gördün, sразу silirsən. Aydındır bu. Все понятно до сих пор? Хорошо? Bəli. Все, отлично. İndi bunu silirəm. Bunu silirəm və gəlirəm bu sayılar, bu necə deyim, kaprizli qlamurka qızlarımız nə ilə istifadə oluna bilər? Onlar deyəcəm sizə. Siz də gözəl xanımlar kimi, bəylər kimi yadda saxlayacaqsınız. Хорошо? Deməli, dedik ki, женский род и средний род ни в коем случае нельзя. Yaxşı, bəs mən bunları nə ilə istifadə edeyim ay müəllimə? Siz deyin, onlarla istifadə edin. Birinci. Мужской род. Yazıram bax. Kişi cinsini bildirən sözlər. Bayaq onlaynda da, əyanda da bir zorla izah elədim bunu. Kişi cinsini bildirən. Bu bilirsiniz nədir? Baxın, qrammatikada cins məsələsi var. Правильно? Bir də biologiyada cins məsələsi var da. Bu məsəl üçün mən yazıram belə bir söz. Futbolist. Правильно? Как раз Turan Qarabağ udub. Biraz motivasiya olsun. Siz mənə deyin görüm. Əgər mən deyirəmsə futbolist, söhbət kimdən gedir? Xanımdan söhbət gedə bilər burada. Hayır. Yox. Yazıram məsəl üçün uçinik. Söhbət kimdən gedir? Hansı şagirddən gedir? Oğlan. Ay sağ ol. Mən qız şagird deməsəm deyərəm də uçinitsa. Və yaxud da qız futbolçu desəm deyərəm də futbolistka. Правильно? Okey, deyirəm student. Söhbət kimdən gedir? Tələbə oğlan. Bəli. Qız tələbə deməysəm deyəcəm də studentka. Правильно? Baxın, siz o topluluq bildirən sayıları kişi cinsini bildirən sözlərlə istifadə edə bilərsiniz. Bax, 2 dənə söz yazacağam. Arasındakı fərqi mənim üçün taparsınız. Bax, yazıram. Birində yazıram двое. Məsəl üçün студентов. Birində yazıram двое студенток. Hansı düzdür, hansı səhv? Hansı düzdür, hansı səhv? İzah edirəm. Birinci düzdür, mən Ay, ikinci sağ ol. Çünki bax, bunun ilkin forması, bəli, yazılar ikinci səhv. Çünki bunun ilkin forması studentdir. Düzdür? Bildiyimiz bax bu sözdən götürülüb də, belə deyim. Buradakı ov sadəcə bir sonluqdur. Хорошо? Yəni ki, двое ilə istifadə olduğu üçün artırdığım bir sonluq. İndi ikinci niyə səhvdir, ona gəlim. Çünki bu sözümüzün ilkin forması da olacaq studentka. Studentka. Hara qayıtdım? Birinci mövzuya, birinci qaydaya. Studentka. Studentka sözüm hansı cinsə aid olur? Женский род. Deməli, olmaz da двое студенток. Olmaz da, məsəl üçün, двое учениц. Çünki ученица qadın cinsidir. Olmaz двое futbolistок. Çünki futbolistka qadın cinsidir. Amma əgər hər hansısa bir söz, biri var, təkrarlayıram, bax, qrammatik olaraq kişi cinsini yox, bioloji olaraq kişi cinsini bildirən hər sözlə siz bu sayıları istifadə edə bilərsiniz. Aydındır bura qədər hər şey. Все понятно. Все, отлично, хорошо, çox gözəl. Sizin əyandakı kimi çox sualınız olmadı. Başa düşmədim. Onlar da eyni şeyi izah edirdim güya. İndi gələm ikinci bir məsələyə. Nə istifadə edə bilərsiniz? Местоимение, bura belə burada yazıram. Местоимение нас, вас, их. Qarşınıza çıxsa, məsəl üçün deyirəm belə bir şeydə. Нас было 5. Düzdür. Bax, yaşılla yazacağım öz üçün. Bax, düz cümlədir. Məsəl üçün, qabağınıza çıxır, не знаю, что там, что nə çıxır qabağınıza? Их 8.
Onlar 8 nəfərdir mənasında. Yəni əgər siz nas, vas, ixlə istifadə olunan versiya görürsünüzsə və onlar, yəni ki, bu saylarımız ona aiddirsə, deməli hər şey yaxşıdır. Yəni istifadə edə bilərsiniz. Хорошо? Agi, понятно? Bu saylarla da istifadə, ki, bu müstəiminlərlə də istifadə oluna bilər. Bu əvəzliklərlə də istifadə oluna bilər. Və son burada deyim, bilmirəm də çatdırmayacağım. Bitsə problem yoxdur. Narahat olmayın. 2-3 dərsdə davam edərəm. Хорошо? Üçüncü olaraq nə ilə bir dənə ümumiləşdirim bu zamana qədər baxdıqlarımı. Daha sonra 1-2 punktum qalıb. Onları da qeyd eləyəcəm və dinləməyə keçmiş olacağıq sizinlə. Deməli, topluluq bildirən saylarımız sizin üçün qeyd elədim. Onların sayı cəmi 9-dur. Belə, bir də plus obe məsələsi var. Amma o bu qaydaya uymur deyə mən onu həmişə ayrı izah edirəm. Deməli, o saylardan sonra biz dedik ki, əsla və əsla qadın cins və yaxud da orta cins istifadə oluna bilməz. Da, yəni ki, gələ bilməz. Gəlsə səhv olmuş olacaq. Nə istifadə edə bilərik deyə yazdıq. Kişi cinsinə aid olan sözlər, daha doğrusu kişi cinsini bildirən sözlər. Sonra əvəzliklərə baxdıq. Nas, vas, ix istifadə edə bilərik. 2 punkt. 2 punkta baxdıq da, düzdür. Üçüncü nəyəsə baxdıq sizinlə. Посмотрели что-то? Xeyr, müəllim, ikisinə bax. Как раз. İndi gəlirəm 3-cü punkta. 3-cü punkt это дети и детеныши животных. Детеныши животных. Uşaqlar və heyvan balaları ilə də bu sayıları istifadə edə bilərsiniz. Məsəl üçün deyirəm. Qarşınıza çıxır belə bir söz birləşməsi. Yazır sizin üçün. Давайте qarayla yazaq. Məsəl üçün yazır sizin üçün двое детей. Bax bu düzdür. Siz istifadə edə bilərsiniz. Niyə? Çünki biz dedik ki, deти ilə istifadə edə bilərəm də. Bunu düzdür. Ona görə двое детей düzgündür. Amma məsəl üçün qarşınıza çıxardır Bu niyə belə oldu? Məsəl üçün sizin qarşınıza çıxardır двое. Hamısını двоеdən istifadə edirəm. Başqa da ola bilər. Prosta dilim öyrəşib. Məsələn, qarşınıza çıxardır двое котят. Hansı sözdən götürülüb bu sözümüz? Котенок sözü. Qoşqada. Bax, qoşqa deyil. Görsən, qarışdırırsan. Котенок sözündən götürülüb. Onun balasıdır. Котенок. Hal-hazırda bu nəyə aid oldu? Bax, детеныш животных. Dedikdə heyvan balaları ilə istifadə. Yəni bu da bizdə belə deyim, düzgün variant olaraq hesab olunur. İndi məsəl üçün qabağınıza elə bayaq sənin dediyin kimi, əgər çıxarsa двое, например, кошек. Bax bu səhvdir. Çünki bizim bu sözümüz hansı ilkin forması nədir? Кошка. Кошка da hansı cinsdir? Женский rod. Olmaz axı. Aydındır? Təkrarlayıram. Deyə bilərik ki, Aha. yaxşı, üzrü sayın danışırıq. Buyur, eşidirəm. Davay. Deyə bilərik ki, onda множественное число ilə istifadə olunur da. Дело в том, что onsuz da bu topluluq bildirən sayılarımız onlar cəmi bildirirlər quzum. Yəni ki, bax, məsəl üçün, görsən bir topluluq Детеныши животных, это же во множественном числе Но бывает. ты в любом случае наши собирательные числительные, они начинаются с числительного 2. Это уже множественное число. Yəni bizim birdən görsən topluluq sayı yaranmır. 2-dən başlayır da yaranmağa. Yəni как-то не крути, sən ondan sonra cəmi istifadə edəcəksən. Хорошо? Yəni ki, уже cəmi istifadə etmək, уже cəmi bildirəcək. Уже bir topluluğu bildirəcək, aydındır. Ona görə adı odur. Yəni mən burada cəm deyə bilmərəm, amma bizim bir nüansımız var. Ki, orada biraz cəmə diqqət yetirməli olacaq. İndi onu da izah edəcəm. Amma hələ ki siz yadda saxlamalısınız ki, дети, детеныши животных və ümumiyyətlə дети sözünün özü ilə də bu sayıları istifadə edə bilərsiniz. Məsəl üçün qarşınıza cümlə çıxsa, у меня 5 детей. Mənim 5 uşağım var, məsəl üçün düzgün cümlə olmuş olacaq. Doğrudur. Aydındır? Müəllimə, Da. bəs koşka женский roddur deyə onda obye koşka olacaqdır. Da, Doğrusu. məsələn, sən hər iki pişik demək istəsən, yox. Yəni ki, rus belə fikirləşir də. Qadın cinsi dedi ki, olmaz. Amma sən iki dənə pişik demək istəyirsənsə, deyəcəksən две кошки. Две ilə onu istifadə edə bilirik də. Bizim qaydamız var. Двеdən sonra женский rod götürə bilərik. Demirsən koşka qadın cinsinə. Две кошки deyəcəksən və yaxud da demək istəyirsənsə hər iki pişik deyəcəksən obе кошки.
OB istifadə edə Bildim. bilərsən. Bax, OB-ni mən bura niyə yazmıram bir topluluq sayı olaraq? Çünki o bu qaydaya uymur. Peki bunlar ayrı bu, necə deyim, Qlamurka qızlar team, bunlar ayrıdır. Хорошо? Onlar daha asandır yadda saxlamaq. Burada sadəcə elə punktlar var ki, mən indi dərsdən sonra kitabda da deyəcəm, hansı səhifədədirsə. Girib orada daha açıqlayıcı şəkildə yazmışam. Bir dəfə də oradan oxuyarsınız. Хорошо? Еще какие-то вопросы? Хорошо. Yəni bir sözdən əgər ki, женский или средний род gəlirsə, ondan sonra bu sözlərdən sonra onda olmaz. Bəli. İmli mужской rod olmalıdır. Da, amma bax, necə deyim, mужской rod deyib də ümumiləşdirməyək. Məsəl üçün mужской rod bayaq da dedim, imенно kişi cinsini bildirən sözlər olmalıdır da orada. Biri var ki, cansızları, bax məsəl üçün gəl götürək telefon sözünü. Düzdür? Telefon sözüm hansı cins sahibdir? Kişi cinsini. Mужской. Amma Rus fikirləşir ki, mən niyə telefonu bir topluluq sayı ilə istifadə edim, normal miqdar sayı ola. Bu topluluq sayıları ümumiyyətlə niyə istifadə olunur? Çünki onlar bir topluluq bildirməlidirlər. Və bir topluluq bildirməliyiksə, orada daha çox canlılar olmalıdır da. Çünki biz canlıların topluluğunu bildirməliyik daha çox. İndi Rus da deyir ki, mən rahat dilə deyirəm da, например, 2 telefona, 2 planşeta, не знаю, там что-то еще. Yəni ki, Rus cansızlarla onları daha çox istifadə edir. Ona görə demir kişi cinsi cansızlar. İmенно kişi cinsini bildirən canlı sözlərimiz. Bayaq xatırla, futbolist, student, uçinik, bax o tip sözlərimiz. Yəni kaprizlidir. Kişi cinsinin cansızını da özündən sonra qəbul eləmir. İmенно kişi cinsini bildirən canlını istəyir özündən sonra. Хорошо? Amma Хорошо. женский средний род ни в коем случае istəmir. Heç bir halda. Хорошо? Да. Угу. Еще какие-то вопросы есть? Hı? Yoxdur, хорошо. Onda bu hissəni silim. Mövzu biraz Hə, bilirəm. azca Bəli, çətin bəli. oldu. Bilirsiniz niyə çətindir? Çünki Azərbaycanca qarşılığı olmayan saylardır, istifadə olunmayan saylardır. Bakalavrda bu proqram bildiyim qədər elə yox, dəqiq bilmirəm, onlara keçmirəm deyə dəqiq deyə bilmərəm, yoxdur. Kitabda da mən yazmışam, не переживайте. Kitabda daha açıq şəkildə qeyd eləmişəm. Bir dəfə də oradan обязательно oxuyarsınız. Хорошо? İndi gəlirəm 4-cü punktu da izah eləyəcəm. Tam остается 2 punkta. Onlar da sınaqlarda qabağımda çıxsa izah eləyəcəm. Yoxsa normalda düşmür olar deyə sizdə yormaq istəmirəm onlarını. Хорошо? İndi gəlirəm son olaraq 4-cü punkta. 4-cü punkta keçməmişdən öncə rus dilində olan 2 tip predmetlərlə sizi tanış etmək istəyirəm. Значит, это составные предметы. Составные. Bir də bizdə var parные предметы. Parные. İndi bunların arasındakı fərqi izah edəcəm. Niyə? Bu sizə həm bir başqa mövzuda lazım olacaq, həm nitq səhvi olaraq bu saylarla istifadədə qarşınıza çıxa bilər. Ona görə yadda saxlayın. Теперь в чем дело? İndi 2 dənə предмет yazıram sizə bura. Yazıram məsəl üçün bura. Baxın, ножницы. Ножницы. Правильно? Nə bilim, yazıram bura очки. Yazıram bura брюки. Правильно? Ворота. Nə deməkdir ворота? Darvaza. Bu ştuçkanı bura kim qoysa yığışdırsın zəhmət olmasa. Parные предмет olaraq. Например, yazıram sergi. Nədir sergi? Sırğalar. Bu kvadratiki bura kim qoydu, onu zəhmət olmasa götürün. Və yaxud da yazıram туфли. Nə bilim, ботинки. Ботинки. Правильно? Спасибо большое. Qolunu bölək. İndi əgər biz sizinlə bu əşyalara fikir versək, bunların bir ortaq nöqtəsi var ki, hər iki tərəfdə qeyd etdiyim əşyalar yəni iki hissədən ibarətdirlər. Məsəl üçün, gəlin götürək ножницы. Baxın, bu bir hissəsi, bu iki hissəsi, düzdür? İndi mən rисованием o qədər də yaxşı deyildi, ona görə belə. Düzdür? Baxın, bu da iki hissədən ibarətdir. Şalvar məsəl üçün iki hissədən ibarətdir. Varota, darvaza iki hissədən ibarətdir. Sergi, например, gəlin götürək. Baxın, bu olsun mənim birinci, necə deyim, serежкам, da, sırğam. Bu da olsun ikinci sırğam. İndi xanımlar və bəylər, bunlar nədir? Составные, парные предметы. Составные предметы biz həmin o əşyalara deyirik ki, hansılar ki, iki hissədən ibarətdirlər. Bax, iki hissədən ibarətdirlər. Bax, bu bir hissə, bu da iki hissə. Və onlar hardasa birləşib. Yəni ki, iki hissə bir konstruksiya halındadır. Bax, burada yazacağım. Bir konstruksiya. Konstruksiya. İki hissədən ibarətdir və bir konstruksiyadır. Bu sözlərimizin
təki yoxdur. Yadda saxlayın. Siz nojniцы sözünü təkdə istifadə edə bilərsiniz. Nojnica düzgün sözdür? Yox. Xeyr, Açki sözümüzü təkdə istifadə edə bilərsiniz. Xeyr, tək Yox. yoxdur. Nə bilim, brüki sözünü, nə bilim, qaçiyeli sözünü, bunları təkdə istifadə edə bilərsiniz. Müəllimə dediniz kitab boşa çıxır. Bir də mənim Allah tək yoxdur. Kitab var artıq, bəli. Göndərəcəm sizə, baxacaqsınız hardan oxumaq lazımdır. Bir dənə bu mövzu hissəsini izah edeyim, bitirim. Deməli, bu əşyalarımız составные предметы, Azərbaycancası bilmirəm bu necə olacaqsa. Deməli, 2 hissədən ibarətdir və bu sözlərimizin təki yoxdur. 2 hissədən ibarətdir, bir konstruksiya halında istifadə olunur. İndi gələn parные предметы. Baxın, вот один предмет, вот второй предмет. Bunlardan fərqi nədir? Bunlar ayrıdılar. Yəni ki, tufli, например, 2 hissədən ibarətdir, amma ayrıdır. Batinki 2 hissədən ibarətdir, amma ayrıdır. Bu sayılarımızın xanımlar. 2 cüt gedir də onlar. Bəli, bunlar Azərbaycanca cütdür. Bunlar cütdür. Amma bunların Azərbaycanca tərcüməsini bilmirəm. Qoy bir biraz. Amma bu Bunlar, bizlər bitişik gedir də ona görə. Bunlar birlikdədir, birlikdə. Bildimi? Yəni ki, məsəl üçün cüt Bəli, əşyalarımız bunlar var. ayrıdır. Sostavnoy sözünün tərcüməsini bilmirəm. Problemim odur. İndi yadda Təsəvvür belə deyə bilərik də ki, Müştərək. bitişikdirlər Müştərək. sadəcə olaraq. Bunu Siz müştərək elə yadda demək saxlayın, istəyirəm. elə mənə lazımdır. Yadda saxlayın, bunların təki də var, cəmi də var. Aydındır? Bax bu sayıların. İndi bunu mən sizə niyə izah elədim? Bir, qrammatik olaraq yadda saxlayın bunları ki, yəni məsəl üçün təki var, cəmi var, hansıların təki yoxdur. Bir bu məsələni və ikinci olaraq da bu isimlərimizin hamısı sizə yazdırdığım o собирательные числительные, yəni topluluq bildirən sayılarımızla istifadə oluna bilər. Yəni əgər bu tip əşyaların onlarla istifadəsini görürsünüzsə, deməli düzgündür. Yəni ki, səhv deyil. Aydındır? Bunu da belə yadda saxlayın. Договорились? Запомнили? Müəllimə, siz burada dediniz ki, parnaya olanları həm tək, həm cəm istifadə etmək olur, amma o Bəli. birisinin ancaq cəmdə, hə? Ancaq cəmdə, bəli, olan təki yoxdur. Məsəl üçün, bax, gəl götürək tufli sözünü, правильно? Mən təkdə deyə bilərəm də tufля. Ботинки, например, ботинок deyə bilərəm. Тапки, например, тапка deyə bilərəm. Кроссовки, кроссовка deyə bilərəm, правильно? Серьги, серьга deyə bilərəm. Amma məsəl üçün, bura qeyd elədiyim, bax, buradakı sözlərin hansını təkdə istifadə edə bilərəm mən? Heç birini. Bunların ancaq cəmi var. Хорошо? Və bayaq sizə Bir dənə də один... sual verə bilərəm. Da, bir dənə bitirim hissəsini. Bir də bayaq sizə adin qeyd eləmişdim, yadınızdadır, sayı olaraq. Daha doğrusu adni qeyd eləmişdim. Baxın, həmin o adni ilə istifadə olunur bu isimlərimiz. İndi buyurun sualınızı. Və bu adni dediyiniz hamısı ilə, həm nojnici ilə, həm sergi ilə istifadə olunur. O indi baxırsan necə istifadə edirsən. Bax, adni nojnici deyə bilərsən, правильно? Amma burada bunlar cüt olduğuna görə deyəcəksən, например, одна пара сережек. Bir cüt. Bir də bayaqki o çislitsenlər var idi, 9 dənə, sonra oba. Bunların hamısı bunlarla istifadə oluna bilər də. Bəli, onlar topluluq bildirən sayılarımız da bunlarda istifadə oluna bilər. Oba da bunlarla istifadə oluna bilər. Tamam, çox sağ olun. Siz sağ olun. Еще какие-то вопросы? Var? Müəllim, hər iki tərəflə istifadə oluna bilər. Bəli, həm onlarla, həm onlarla. Bəli, obе ножницы da deyə bilərsiniz. Nə bilim, obе tufil də deyə bilərsiniz. İki forması da düzgündür. Müəllimə, sergi olanda onu женский rod götürəcək də, hə? Sergi cəmdədir. Serga, amma женский roddur, bəli. Sadəcə siz yenə deyirəm, siz уже двое, трое, четверо, пятеро bunlarla istifadə olanda avtomatik onları cəmə qoyursunuz axı. Topluluq olaraq istifadə olunur deyə orada cins məsələsi, necə deyim, отпадает, да? Хорошо? Başa düşdüm. Все хорошо. Aydındır bura qədər hər şey. Все понятно? Da. Хорошо, отлично. Bunu da sıkı. İkini sizə izah edirəm. Sonra buradan seçmə suallar deyəcəm. O sizin ev tapşırığınız olaraq qalacaq. Хорошо? Baxacaqsınız. İndi 82-ci sualda hamınızdan xahiş edirəm. Baxasınız variant C, bir də variant D-yə. Deməli, məndən ilk öncə речевая ошибка istəyir, səhv variantı istəyir. Baxın, C variantında qeyd edib. В комнате за ширмой висели двое больших ножниц. Ножницы sözümüz, bayaq dediyim, это составной предмет. Yadınızda da bu dəqiqə izah elədim sizə. Və mən bilirəm ki, mən двое ножниц istifadə edə bilərəm. Mənim C variantımda heç bir problem yoxdur. Düzdür? D variantında isə baxın yazıb двоих
маленьких девочек. Burada D variantında sizə göstərilən двоих bildiyimiz двое sayının hallandırılmasıdır. İndi siz mənə deyin görüm, mən двоеdən sonra девочка sözünü götürə bilərəm? Xeyr. Düzdür? Женский Məsəl roddur. üçün mən deyə Bizə də bilərəm, muşkoy я olsun. увидел двух маленьких девочек. Bildiyimiz sadə dve sayımız vardı, miqdar sayı olaraq. Bax, onunla mən istifadə edə bilərdim. Amma burada göstərilən двоих bu bildiyimiz двое sayının hallandırılmasıdır və mən bilirəm ki, o saylardan sonra qadın cinsi istifadə oluna bilməz. Ona görə mənim D variantım nitq sərfi olaraq hesab olunur. Вам понятно? Aydındır? Hə, xanımlar? Müəllimə, orada necə olmalıdır? Ya увидел. Двух маленьких девочек. İlkin formasında da две маленькие девочки. Çünki девочка qadın cinsinə aiddir. Две ilə istifadə olunmalıdır axı. Hallandırsan, я увидел двух маленьких девочек. Sadə bildiyim miqdar sayılı istifadə etməliydim. Понятно? Все, bu qədər sadə.